Deyəsən Paşinyanla Alen Simonyan bu işi sözün əsl mənasında hobbiyə, əyləncəyə çevirib. Gündəm xəbərin efirində 14 mart tarixidir və bir maraqlı məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan eyni zamanda parlamentin sədri Alen Simonyanla birlikdə seçkilər öncəsi Sisyan bölgəsinə səfər eləyib və baş nazir səfərlə bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Kadrlarda Paşinyan və Simonyanın avtobusda lavaş yeyərkən görüntüləndiyi diqqət çəkir. Qeyd eləyək ki, bu ilk belə hal deyil. Belə ki, Nikol Paşinyanla parlamentin sədri Alen Simonyanın birlikdə bölgələrə səfərləri zamanı yediyi qidalar, qarğıdalı, lavaş, piraşki kimi, yəni yediyi yeməklər məhz tez-tez gündəmə gəlir və müşahidəçilər də bu paylaşımları məhz seçki ərəfəsində seçicilərin rəğbətini qazanmaq üçün yönəlmiş bir PR addımı olaraq dəyərləndirirlər. Qeyd eləyək ki, istər son zamanlar musiqi alətlərində çıxışı, istərsə də ki, bu cür ictimai nəqliyyatda yemək yeməsi, yaxud da ki, elə xalqın içində mütəmadi olma cəhətləri də elə buna əsas verir.